Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur. Əgər deyir, istəyirsən ki, qəlbin rahat olsun, o zaman insanlara yardım eylə. La ilahə illallah. Əhəbbul ə'məl ilallah. Allah üçün ən sevimli mənasıdır. Sururun tudxilu alə muslim. Bir müsəlmanı sevindirirsən. Baxın. Bir insanın sıxıntısını aradan qaldırırsan. Əlbəttə ki, qəlbi sərt, daş, o bəzi qəlblər var ya, cəhənnəm qəlbi. Onların qəlblərini ancaq cəhənnəm ateşi yumşaldacaq. Bilməzlər ki, yaxşılıq edəndə Allah onun qəlbindən necə sevinç gətirir. Baxın, xeyirxahlıq müşk kimidir. Müşk nədir? Ətir. Həm daşıyana, həm satana, həm də alana fayda verir. Müşk ətir alanda, satan da faydalanır gözəl qoxusu, alan da, daşıyan da, xeyirxahlıq da bir ətir kimidir. Xeyrin ruha olan təsirləri, qəlbləri, baxın, yaxşılıqla dolu insanların dərmanıdır bu deyilir. La ilahe illallah. Yəni, insanın qəlbinə rahatlıq gətirir. Ona görə insanlara qarşıdır Peyğəmbərimiz yaxşılığı o qədər buyurur ki, hətta gülüş, təbəssüm, bu əxlaq, bunu paylamaq, qiyamət gününə qədər davam edən bir sədəqədir, buyurur Peyğəmbərimiz. Qardaşını gülər üzlə qarşılamağın da bir sədəqədir. La ilahe illallah.